Beynəlxalq Ana Dili Günü ilə bağlı paytaxtın Suraxanı rayonunda yerləşən 279 nömrəli məktəbdə keçirilən tədbirdə bildirildi ki, məktəblərdə bu günün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat verməkdir. Əsas istiqamətlərdən biri də doğma dilimizin saflığını qorumaq, şagirdlərə dilimizə sevgi və hörmət hissini aşılamaqdır. Dərslərdə Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər salındı. Şagirdlər ana dili ilə yanaşı 44 günlük vətən müharibəsi mövzusunda tapşırıqları da həll etdilər. Bu çox mühüm bir məqamdır. Çünki dil həm də vətəndir, dil həm də dövlətdir, dil həm də xalqdır. Düşünürəm ki, gələcək üçün, gənc nəslin tərbiyəsi üçün, ana dilimizin müqəddəsliyinin qorunub saxlanması üçün bu günü sabaha və bu günü keçmişə bağlamaq üçün bu tədbirlərin əhəmiyyəti böyükdür. Beynəlxalq Ana Dili Günü münasibəti ilə Xətai rayonu 56 nömrəli məktəbdə də tədbir təşkil edildi. Vurğulandı ki, dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə xüsusi yer tutur. Ana dilinin mükəmməl təhsil almaqda mühüm rol oynadığından danışıldı. Məktəblilər dilimizə həsr edilən şeirlər səsləndirdi, rəqs kompozisiyası ilə çıxış etdilər. Rüstəm Mikailzadə, Nübar Rızayeva, Leyla Abbasova, ASTV Xəbər.